Uşaqlar, deməli, hansı mövzudur? Rasional kəsirlər mövzusunda, rasional kəsirlər bölməsində başlıq hansı idi? İfadələrin ədəd qiymətinin tapılması 61-dən sonraki suallar deyilər. 61-dən sonraki suallar. 61 belədir. Deyir ki, B bərabərdir -1 olarsa, 3B çıxaq, 3B bölək, B çıxaq 4 bölək, B çıxaq 6B çıxaq 25, B çıxaq 4 ifadəsinin qiymətini tapın. Nəsə bu? Ortaq məxrəc söhbətmiş. Deməli, B çıxaq 4 bulur. Bunu bura vuranda birbaşa yazıram. 3B kvadratı çıxaq 12B çıxaq 3B bölək, B çıxaq 4. B çıxaq 4 bura vuranda B kvadrat çıxaq 4B çıxaq 6B. Bunu unutmayın ki, buradan mötərizəni əvəz edir. Kəsir üstə gələk 25 bərabərdir. B eləyir. B kvadratı çıxaq 15B, 3B kvadrat çıxaq 15B. Burada da B çıxaq 4 bölək. Burada da B kvadratı çıxaq 10B üstə gələk 25. Burada da B çıxaq 4. İndi belə eləyik. Buradan 3B'ni çıxardanda B çıxaq 5 qaldı. Məxrəcdə də B çıxaq 4. Vurmanı əllə əvəz edirəm. Sürətlə məxrəci. B çıxaq 4. Bu gördüyümüz də B çıxaq 5 mötərizə kvadratıdır. İxtisarlar gedir. Bundan bu getdi. Bundan bunun kvadratı qaldı. Qalır 3B bölək B çıxaq 5. B-ndə neçə verir? -1. 3 -3 budur. -1 olanda -6 budur. 2-də 1 və ya 0.5. Yaxşı. Keçirik 63-ə. 63-də belə. 63. X bərabərdir -0,25. Burada 2 bölək x kvadrat çıxar 3x. Çıxar 1 bölək x kvadrat üstə gələk 3x. Çıxar x üstə gələk 1 bölək x kvadrat çıxar 9. İfadəsinin qiymətini hesablayın. Bu tipdə çalışmaları demişdim ki, birinci vurguları ayırmaq lazımdır aşırova. X çıxaq 3. Çıxaq 1 bölək x üstə gələk 3. Çıxaq x üstə gələk 1. Burada da x çıxaq 3. X üstə gələk 3. Deyək. İndi ortaq məxrəcə gətirmək üçün dedik ki, birini olduğu kimi yazırıq, qalanları artıq vurguları da əlavə edirik. Məsələn, ortaq məxrəcə gətiririk. X çıxaq 3. Burada olan artıq x üstə gələk 3. Düzdür? Bunlar da ki, artıq yox. İndi bunu vurmaq üçün x üstə gələk 3-ə vurmalıyım. 2 vuraq x üstə gələk 3 çıxaq. Bunu x çıxaq 3-ə. X çıxaq 3, özüm belə yazıram ki, bunu da sadəcə x-a vurmalıyım. Çıxaq x vuraq. X üstə gələk 1. Bu da bərabər. Deməli, 2x üstə gələk 6, çıxaq x üstə gələk 3, çıxaq x kvadrat çıxaq x. Burada da ki, x çıxaq 3, x üstə gələk 3. Bərabər. Nə olur onda? -x kvadratı, x-lara baxaq, bunlar xoşbəxt oldular uşaqlar. -x kvadratı 9 çıxaq x kvadrat. 9 çıxaq x kvadrat. Burada da x kvadrat çıxaq 9 da olur. Bundan bu gedəndə -1 bölək x alır. Bu da -1 bölək, -0,25. Bu da 4-də 1 demək ki, 4 edir cavab. 65-ə baxaq. 65-də belə. 65. Deyir ki, a üstə gələk 1 böləyə bərabərdir 3 olarsa, a üstü 4 üstə gələk 1 bölək a kvadratdır. İfadəsinin qiymətini hesablayın. Bunlar ayrı-ayrı kəsirlər şəklində yazıram ikincini. Baxın, a üstü 4 bölək a kvadrat üstə gələk 1 bölək a kvadratdır. Bu isə a kvadrat üstə gələk 1 bölək a kvadratdır. Yəni, biz bunun qiymətini tapmalıyıq. Onun üçün, bax, bu ifadənin hər iki tərəfini kvadrata yüksəldir. Yəni, a üstə gələk 1 bölək a mötərizə kvadratı bu 9-a bərabər. Onda nə olur? A kvadratı üstə gələk 1 bölək a kvadratı üstə gələk birisi 2 vuraq bunların asili, o da 2 edir, bərabər 9. Onda deməli, a kvadratı üstə gələk 1 bölək a kvadratı bu yüzə keçirəndə 7-dir.
67-yə baxaq. 67-də belə. Deyir ki, A kvadratı üstə gələn 5A bərabərdir 3. Yox, mənfi 3. Olduqda A kvadrat üstə gələk 9 bölək A kvadratı. Qoy burada yazım. A kvadrat üstə gələk 9 bölək A kvadratı neçəyə bərabərdir? Bunu tapmaq lazım. Bu da asan bir sual uşaqlar. Bax, bu bərabərliyi hər iki tərəfini A-ya bölürüm. A-ya bölürüm A üstə gələk 5 bərabərdir mənfi 3 bölək A alınır. Düzdürmü? Bunu sola, 5 isə sağa keçirdim. A üstə gələk 3 bölək A bərabərdir mənfi 5. Düzdür? Bərabərliyin hər iki tərəfini kvadrata yüksəldəndə A üstə gələk 3 bölək A mötərizə kvadratı bərabərdir 25 edir. Bu da A kvadrat üstə gələk 9 bölək A kvadrat üstə gələk 2 vuraq bunların naziri. Yəni 2 vuraq 3 bərabərdir 25-dir. A kvadrat üstə gələk 9 bölək A kvadratı isə 25-dən 6 çıxanda neçə edir? 19 mu edir? Cavab 19. Yaxşı. 69-a baxaq uşaqlar. Artıqları adətən maraqlı olur. 69-da belə. X kvadrat çıxaq 5x üstə gələk 2 bərabər 0. Deyir ki, olarsa x kvadrat üstə gələk 4 bölək x kvadratını tapın. Bayaqkınla eyni tipdə. Neynəməlik hər iki tərəfi? X-a bölürük. Görürsünüz, bu x üstə gələk 2 bölək x-in kvadratı. X çıxaq 5 üstə gələk 2 bölək x bərabər 0. Onda x üstə gələk 2 bölək x bərabər 5 olur. Kvadrata yüksəldirəm, x üstə gələk 2 bölək x-in kvadratı bərabərdir 25-dir. Onda x kvadratı üstə gələk 4 bölək x kvadratı üstə gələk 2 vuraq 4 edir. 25. Deməli, x kvadratı üstə gələk 4 bölək x kvadratı 21-dir. Cavab 21. 71-ə baxaq. 71 belə. X bərabərdir 7-də 6 olduqda 2x bölək 2 çıxar x. Burada da 2 çıxar 2 çıxar x bölək 2x üstündə mənfi. Mənfi bilirsiniz ki, yerini dəyişməkdir sürətlə mənfədir. İndi bu nə demək? Bərabər. Yazıq ki, 2x bölək 2 çıxar x. Burada da 2 çıxar. Onda yerini dəyişəndə 2x 2 çıxar x da belə qalır. Bərabərdir. Mən bunu daha rahat eləmək üçün sürətlə məxrəci 2 çıxar x-a vururam. Həm buramı, həm buramı. Vuranda nə olur? Burada qalır 2x. Bunu vuranda 2 vurarıq 2 çıxar x, çıxar 2x edir. Bu da bərabərdir. 2 çıxar x-lar gedir. Onda 2x, burada 4 çıxar 2x, çıxar 2x. Düzdür mü? Burada 2x bölək 4 çıxar 4x edir. Bu da bərabərdir. Bu niyə belə olduğunda? Yaxşı. 2-yə də ixtisar gedəndə x bölək 2 vuraq 1 çıxar x da bu. Deməli onda 7-də 6 deyir. 7-də 6 buradır. 2 vuraq. 1-dən də 7-də 6 çıxanda 7-də 1 edir. Bu da 7-də 2. Deməli cavab 3. Keçirik 73-ə. 73 belə. Deyir ki, a kvadratı çıxaq 2a çıxaq olur. Bərabərdə 0 olarsa a kubu üstə gələk 8. Burada da 5a üstə gələk 10. Kəsirin qiymətini tapın. Birincisi bu nə? Bu a üstə gələk 2. A kvadrat çıxaq 2a. Bu çıxaq oldu. Şərtə baxın, görün üstə gələk. Heç çıxaq 2a üstə gələk 4. Bu da 5 vuraq. A üstə gələk 2. Bərabər. A üstə gələk 2-lər gedir uşaq. Qalır burada a kvadrat çıxaq 2a üstə gələk 4 bölək 5. Bununla biz adladanda a kvadrat çıxaq 2a bərabər 10-dur. Onda bunun əvəzinə 10 yazıram. 10 üstə gələk 4 bölək 5.
Bu da 14 bölək 5. 2 onda 8 mi qalır? 100. Yaxşı. 75'e baxaq. 75'də maraqlı misal oxşuyur. 75 belə uşaq. 2 bölək x üstə gələk 2 bölək y bərabərdir 8 olarsa, onda 2x üstə gələk 3 bölək x üstə gələk 4y üstə gələk 3 bölək y ifadəsinin qiymətini tapın. Tapaq da. Bərabər ayrı-ayrı kəsrlər şəklində yazıram. Yazıram 2x bölək x üstə gələk 3 bölək x eləmi? Üstə gələk 4y bölək y üstə gələk 3 bölək y. Bu da bərabərdir. 2 üstə gələk 3 bölək x üstə gələk 4 üstə gələk 3 bölək y. Bu da bərabərdir. 6 üstə gələk 3 vuraq 1 bölək x üstə gələk 1 bölək y. Bu isə 2 bölək x, 1 bölək x üstə gələk 1 bölək y. Bunun hər iki tərəfini 2-yə böləndə bərabər 4-dür. Onda alırıq ki, 6 üstə gələk 3 vuraq 4, 12, 18 alır. 77-yə baxaq. Bir şəkildə görək nə var, nə yox. Yetmiş yedi. Deyir ki, x çıxar 7 y üstə gələk 3 z bölək x çıxar y çıxar z bərabərdir 7 olarsa z bölək x ifadəsini tap. Qarpaz budur, onda bunu x çıxar 7 y üstə gələk 3 z bərabərdir 7 x çıxar 7 y çıxar 7 z deyil. Onunla da bu getdi. Deməli, adlarında 10z bərabərdir 6x eləyir. Deməli, z bərabərdir, nədir? 5-də 3x eləyir. Bu da z bölək x deyirsə, 5-də 3x bölək x 0.6-dır zaten. Yaxşı. Keçirik 79-a. 79. 79 belə. Uyğunlaşdırmadır. Vəziyyət çətindir. Birincisi, a kvadrat çıxar 2a çıxar 1 bərabər 0. İkincisində, a kvadrat çıxar 8a üstə gələk 2 bərabər 0. Üçüncüsündə, a kvadrat çıxar 4a üstə gələk 2 bərabərdir 0. O deyil. Həmən 80 eləmişəm. 79 başqa. Düzdür. 79 sözcüsüdür. O 79 yazım. En böyük sıfır. Uyğunlaşdırmanı görən kimi qorxucu anlamdır. Ki, gəldim. 1 üstə gələyim. 1 çıxarayım. Üstə gələk. 1 çıxarayım. 1 üstə gələyim. Bölək. Bu nəfərdə. 1 üstə gələyim. 1 çıxarayım. Çıxar. 1 çıxarayım. 1 üstə gələyim. İfadəsinin ən kiçik tam qiymətini tap. Biz onu yadda saxlayayım, mən ortaq məqləsi gəldim, 2 var. Bu 1 çıxarayım, 1 üstə gələk m deməkdir. Burada da 1 üstə gələk m kvadratı, üstə gələk 1 çıxarayım kvadratı. Bölək. Bu 1 çıxarayım, 1 üstə gələk m deməkdir. Burada 1 üstə gələk m kvadratı, çıxar 1 çıxarayım kvadratı deməkdir. Deməli, sürəti birbaşa açacağım uşaqlar da özünüz şey eləyərsiniz. Bu 2 üstə gələk 2m kvadrat edir. Açalım. 1 üstə gələk m, 2m üstə gələk m kvadratı. Burada 1 çıxar 2m üstə gələk m kvadratı. Bunlar belə getdik. Burada 1 çıxar m kvadratıdır. Bölək. Bölək. Burada isə 4m edir. 1 çıxar m kvadratı. Açandan sonra. Hamısı gedir. Deməli, nə tər oldu? 2 vuraq. 2 vuraq 1 üstə gələk m kvadratı. Burada 1 çıxar m kvadratı. Tərsinə vuraq 1 çıxar m kvadratı 4m. Bununla bu gedir. Bununla da bu getdi. Qalır 1 üstə gələk m kvadratı bölək m. Bu isə uşaqlar 1 bölək m üstə gələk m deməkdir. Müsbət qarşılıqlı tərs ədədlərin ən kiçik qiyməti 2.
Onun bərabərsizlik keçəndə deyəcəm. Böyük bərabər 2-dir. Yəni bunun ən kiçik qiyməti 2-dir. Qarşılıq tərs ədədlərdir. Yaxşı. Keçirik 81. 81 eləməsəm xətrinizə dəyməz ki. Uyğunlaşdırmaq. 83-ü yazdım. B bərabərdir 2,5 olduqda 2 bölək 4B kvadratı çıxar 6B üstə gələk 9 sakit. Üstə gələk 4B kvadratı üstə gələk 18. Amma siz eləməsəniz mənim xətrimə dəyəcəyəm. 8B kubu üstə gələk 27. Yəni 80-i mütləq yazmaq lazım. Görürsünüz ki, gəlişdir. Çıxar 1 bölək 2B üstə gələk 3. Baxaq görək nə olur. Burada da bu bağlamaq lazım. Hələ buna dəyir-mi? Dəyir. 2 bölək 4B kvadrat çıxar 6B üstə gələk 9. Üstə gələk. Burada 4B kvadrat üstə gələk 18. Burada da 2B üstə gələk 3. Burada da 4B kvadrat çıxar 6B üstə gələk 9. Elə mi? Burada da çıxar 1 bölək 2B üstə gələk 3. Görsün, ortaq məxrəc bunların hasıdır. Yəni 2B üstə gələk 3. 4B kvadrat çıxar 6B üstə gələk 9. Bunu vururuq. 2 vuraq 2B üstə gələk 3. Üstə gələk. Burada heç nə yox. 4B kvadrat üstə gələk 18. Çıxar. Burada da ki, tamamlayıcı qrupludur. 4B kvadrat üstə gələk 6B üstə gələk 9. Bərabər. Vururam 4B üstə gələk 6. Üstə gələk 4B kvadratı üstə gələk 18. Çıxar 4B kvadratı. Üstə gələk 6B çıxar 9 olasın. Bunu mən səhvləmişim. Çıxar 9. Burada da ki 2B üstə gələk 3. 4B kvadratı çıxar 6B üstə gələk 9. Bərabər. Davam edək. Bərabər. Qalanı buradan yazılan uşaqlar 4B kvadratları gedir. Düzdür. 4B, 6B. Bura elədim 10B. 10B. Görək soramız. 6, 18, 24. 24-dən də 9 çıxanda 15 elədi mi? Çıxar olur. Yoxsa üstə gələk 15. Üstə gələk 15. Burada da 2B üstə gələk 3. Bir də ki 4B kvadratı çıxar 6B üstə gələk 9. Bu nəsə eybəcər bir şey. 5-i çıxardıram 2B üstə gələk 3. Bu da 2B üstə gələk 3. 4B kvadrat çıxar 6B üstə gələk 9. Bununla bu gedir. Onda 5 bölək. 4B dayan Aşırova, dayan abala. Qoy o sada baxsın da. Özüm oturacam. Qoy bu sada baxsın. Sağ ol. 4 vuraq. 2,5'in kvadratı çıxar 6 vuraq. Yerinizi dəyişəcəm sizin. 2,5 üstə gələk 9. Bərabərdir. 5 bölək. 2,5'in kvadratı 6,25'dir. 6,25'i 4'ə vuranda 25 ilədir. Çıxaq. Bunda 2'yə vuranda 5, 15. Üstə gələk 9. 19'da 5 zad var mı? Yoxsa səhv edir? Şükür. Hələ bu IQ-yə, deli bolcuya görə yazdıqsa böyük adamı.